Transmisiya efirdədir. Bəli dostlar, kəmərləri bərk-bərk bağlayın. Efirdə yüksək drayvlı və ümid edirik faydalı transmisiya proqramıdır. Niyə görə faydalı? Çünki həftənin 5-ci günləri studiyada qonağımız olacaq və dinləyicilər üçün faydalı məlumatları məhz o çatdıracaq. Biz isə çalışacaq söhbət maraqlı olsun. Və qaynar avtomobil xəbərləri də gözləyir bizi. Odur ki, dalğanı dəyişməyin. Deyirlər, hamı avtomobili arzulayır. Kimdə varsa satmaq istəyir. Bəs harda alaq? Satıb tezəsini almaq istəyir. Bəli, ya biraz başqasını almaq istəyir. Əbədi mövzudur. Harda alaq, harda sadaq ki, əsəbləri və pulumuzu itirməyək. Mövzumuz məhz bu barədə olacaq. Amma əvvəl sponsor barədə məlumat vereyim, sonra qonağımızı təqdim edərik. Beləliklə, verilişin sponsoru Baku Avtomoldur. Ölkənin ən böyük avtomobil satış mərkəzində istənilən marka və modellərdən yenisini və ya işlənmişini tam sərfəli qiymətə əldə edə bilərsiniz. Büdcə avtomobillər olsun, istər premium, lüks, idman, klassik avtomobillər. Burada bir sıra avtomobil xidmətləri də göstərilir. Geri gəlmişkən avtomobillərə kredit, leasing mövcuddur və eləcə də burada bir sıra avtomobil əyləncələri də var. O cümlədən avtomoto idman simulatorları, özünüzü Formula 1 pilotu hiss edə bilərsiniz. Eləcə də kafedə aldığınız avtomobili qeyd edə bilərsiniz. Qaynananı unutmayın dəvət eləməyə. Bax belə, hara getmək lazımdır? Babək prospekti 22-24. Telefon oldu 80-80 oldu 80-80. Transmisiya davam edir. Deyəsən səni bura öz maşını ilə qaynanan gətirib ha. Belə unutmadın onu da qeyd eləməyə. Yəni ki, tapşırıb ki, qulaq asacağam. Bugün bir avtomobil çəkirdim, kompakt bir avtomobildir və dedim ki, hətta gənc ailələr üçün də münasibdir. Əsas odur ki, qaynana yerləşsin, o da baxır qabaritlərə. Sonra biraz fikirləşib dedim, qaynanan qabaritlər. Yaxşı ki, onu dəqiqləşdirdin. Və qonağımızı təqdim edim sizə, sonra mövzudan danışacağıq dostlar. Qonağımız Baku Avtomolun marketinq departamentinin rəhbəri Elvin Şahbazovdur. Elvin bəy, xoş gəlmisiniz. Mən də sizi Mikrofona da biraz yaxın olun dərhal. Sizi və əziz dinləyicilərimizi salamlayıram. Avtomobildə əyləşən sürücülərə yaxşı yol arzu edirəm və Allah hər birimizi qəzadan qorusun. Amin. 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 Və mövzuya başlamasından öncə istəyirəm ki, Baku Avtomol barədə məlumat verəsiniz. Niyə görə məsələn mən avtomobili almaq üçün Baku Avtomola müraciət etməliyəm? Orada üstünlüklər, avantajlar nədir? Nə təklif edirsiniz? Çox yaxşı bir sualdır. Əslində bugün Bakı şəhərində kifayət qədər avtomobil mərkəzi var və seçimlər çoxdur. Amma Baku Avtomolun bir fərqi var. Daha doğrusu çox fərqi var, amma ən əsas bir fərqi odur ki, bugün müasir dövrdə bizim ən narahat edən məsələ zamanın tez axmasıdır. Bəli, zaman çox bahadır. Baku Avtomol məhz bunun qarşısını almaq üçün bütün konsepsiyanı bir yerdə cəm edib və dəyərli xalqımız üçün təqdim edib. Bildiyimiz kimi bu platforma, bu layihə Qafqazın ən böyük layihəsidir və bütün avtomobil markalarını və modellərini özündə cəmləşdirir. Vaxt baxımından ona görə sərfəlidir ki, dəyərli istifadəçilərimiz Baku Avtomola gələrək eyni anda bütün seçimlərə baxa bilər. Yəni axtarmağa, gəzməyə ehtiyac yoxdur. Ən birinci gələsi yer məhz Baku Avtomoldur. Bizim ən böyük üstünlüyümüz budur. Digər üstünlüklərimiz təbii ki çoxdur və bunları da zaman-zaman ifadə edəcəm. Vaxt həqiqətən də birinci deyiləsi bir şeydir. Çünki indiki zamanda vaxt da ən dəyərli şeydir və ona qənaət eləmək bir çox yeni startapların mı deyək, bizneslərin əsas məqsədi. Yəni belə hər hansı bir insan xidmət sektorunda doğrudan da insanların faydalı olmaq istəyirsə, birinci çalışır ki, onların vaxtını itirməyəsən, müştərinin vaxtını qoruyasan və o müştəri bunu dəyərləndirir. Çünki bir salon Babəkdə, bir salon Sumqayıt şossesində və yollarda da trafiki bilirik. Yəni maşın almaq əziyyətə çevrilib. Amma burada hamısı bir məkandan. Gəl, seç, bax. Hələ Sumqayıta gəlib çıxmağı var məsələn. Hələ ora getmək. Su bassa hər işdən. Yeri gəlmişkən Natiq bəy, bunu da vurğulayım ki, bizdə qiymət performansı demək olar ki, ölkə üzrə ən yaxşıdır və biz bu qiymətlə bərabər keyfiyyəti də təqdim edirik. O baxımdan ən ilk gələcək yer məhz Baku Avtomoldur.
və qeyd edək ki, Bakı avtomobildə həm yeni, həm də işlənmiş avtomobillər Bəli, satılır. bütün növ markalar var, həm işlənmiş, həm də ki 0 kilometr. Bu gün elə yeri gəlmiş ki, mövzunu Bugün mövzumuz da elə onu da budur. Biz xatırladaq. bilirdik ki, Elvin bəy qonağımız olacaq. Buna görə də gəl WhatsApp nömrəmizi xatırladaq. Bizə də Mütləq. yazın, işlənmiş maşını hardan almaq yaxşıdır? Və siz hardan alırsınız misal Bəli. üçün? WhatsApp nömrəmiz 055 455 10 77. 455 1077 bu nömrəyə WhatsApp-la yazırsınız. Biz də efirə səsləndirəcəyik mesajlarınızı. Səsli mesaj da ola bilər. Əgər bu dəqiqə yazmağa imkanınız yoxdursa, sükan arxasında yəqin ki belədir. Və o zaman biz də onları səsləndirəcəyik. Mütləq səsləndirəcək və gəlin mövzuya aid elə ilk olaraq variantları mən söyləyim. Dədə baba qaydası ilə. Dədə baba qaydalarını və biri innovasiondur. Bilirəm, Biri sən yeni. əvvəlcə həmişə dədə baba qaydasını deyirsən. O hansıdır? Və məhz sonuncu variant barədə mən istəyəcəm ki, bizə Elvin bəy ətraflı məlumat versin. Çünki bax, bundan artıq heç yerdə yoxdur. Əvvələ deyək, deməli avtomobili, işlənmiş avtomobili almaq üçün ilk növbədə nə edirik? İnternet portallar var, çox məşhur. Girirlər orada və axtarırlar. Və orada nə üstünlüklər var, nə çatışmayan cəhətlər var deyəcəm. İkincisi, çox az yayılıb bizdə, dünyada çox populyardır. Bu trading sistemi ilə rəsmi dilerin özündən almaqdır. Rəsmi diler nə edir? İşlənmiş avtomobili müştəridən qəbul edir, biraz üstündən pul götürür, yeni modeli verir və o işlənmiş avtomobili servisdən keçirərək zəmanətlə yanında başqa bir salonda ikinci el avtomobili kimi yeni satır. Bizdə sadəcə bir qanunda bir dəyişiklik lazımdır etmək. Bu barədə Avtodillər Assosiasiyası artıq müraciət edib müvafiq qurumlara, yəni ikinci dəfə satılan avtomobil bir də ƏDV-yə cəlb olunmasın. Çünki avtomobilin qiyməti 2 dəfə 18% olsa, yəni bir dəfə təzə satılıb alınır. İkinci dəfədə artıq yenə də ƏDV. Buna görə də bununla rəsmi dilerlər məşğul ola bilmirlər. Üçüncü variant, tanış-tunuşdan maşın almaq. Dosta, qardaşa. Amma işte var da, satarsan ya alarsan, deyək ki, sama birdən problem çıxar, tanış-tunuşla düşmən oldum. Belə məsələ var. Maşın bazarı. Maşın bazarı getdikcə populyarlığını itirir, bunu görürük. Yəni maşın bazarı deyəndə o məşhur vaxtilə 8-ci kilometrdə idi. İndi də Badamdarda. Deyirlər ki, hətta layihə var ki, onu ümumiyyətlə şəhərdən kənara çıxarsınlar, abşur ondan o ümumiyyətlə uzaq olacaq və bir çoxları üçün əlçatan olmayacaq. Və hamısını sonra ətraflı deyəcəyik və nəhayət avtomobil hərracıları. Bax, burada çox maraqlı məsələ. Nisbətən yeni mən deyərdim ki, Azərbaycan üçün yeni bir növdür. Mən təklif edirəm, ələlik qısa bir anons eləsin Elvin bəy reklamlara qədər 3-4 dəqiqəlik ilk növbədə bu hərracın əsas məqsədi nədir? Sonra ətraflı barədə danışacağıq. Buyurun. Ümumilikdə bildiyimiz kimi hərrac bütün dünya praktikasında var. Təbii ki, ölkəmizdə bu məsələlər hələ ki yenidir və insanlarımız tam öyrəşməyib bu prosesə. Biz düşündük ki, bu prosesi dünya praktikasını ölkəmizə gətirək və elə bir platforma yaradaq ki, həm istifadəçilər aldanmasın, çünki bu məsələlər əsas məsələlərdir. Çox vacibdir. Bəli. Çünki ikinci əl avtomobillər məsələsində insanlarımız bəzən aldanır. Biz bütün bu risklərin qarşısını almaq üçün Touch.az platformasını yaratdıq. Touch.az platforması nədir ümumiyyətlə? Touch necə tərcümə olunur? Touch tez al, tez sat prosesidir. Ne gözəl. Tez Yəni, al, tez sat. Abreviaturası. Bəli. Bəli, birbaşa olaraq avtomobil sektoruna aid olan bir termindir. Yenə də vaxtı qənaət. Tez al, tez Bəli, sat. tez Yəni al, çox tez- adam yeri gəlmiş. Satan da tez satmaq istəyir, alan da tez almaq istəyir, maşınsız gəzmək istəmir. Yeri gəlmişkən bu prosesin bu cür olmasının, ümumilikdə bu layihəyə bu cür fikrin formalaşmasının səbəbi var. Ona görə ki, ümumi bu layihənin rəhbəri məhz avtomobil sektorunu bilən bir insandır. Bildiyimiz kimi drift üzrə Azərbaycan çempionu Adil Axundov ümumi layihə rəhbəridir. O baxımdan yəni işi bilən insan istifadəçinin nə istədiyini daha yaxşı bilir. Özü də sürəti xoşlayan adamdır. İstəyir ki, Bəli. hər şey sürətli olsun. Özdə sürədir. Buradan salam göndərir. Bəli, salamlayırıq. O baxımdan bizim bu layihəmiz tam praktiki olaraq istifadəçiləri xeyrinə nəzərdə tutulub. Burada Touch zəmanəti deyilən bir anlayış var. Çünki avtomobillər yoxlanılır və daha sonra artıq istifadəçilərə təqdim olunur
bizim yoxladığımız avtomobillərdə biz yoxladığımız istiqamətlər üzrə tam zəmanət veririk. Yəni bu çox önəmli bir məsələdir. Aha. Ümumiyyətlə Natiq bəy, biz dərinliyə qalsa, yəni kifayət qədər danışmaq olar Touch haqqında. Növbəti mərhələlər istəyirsinizsə daha aydın formada mən Touch-ı izah eləyəcəm. Amma birbaşa olaraq istifadə qaydası çox rahatdır. İnternet resurslarından, yəni axtarış motorlarından siz touch.az yazaraq sayta daxil ola bilərsiniz və orada hərracda, hal-hazırda da bizdə hərracda gedən avtomobillər var. Dünən məsələn bir avtomobil uduldu. Bir daha buradan da təbrik edirik həmən qalib şəxsi. Bir sözlə çox qısa və praktik bir usuldur. Tam zəmanət verilir buna. Yəni bir daha deyirəm, touch.az platformasında məhz Baku Avtomol zəmanəti var. O baxımdan istifadəçilər tam rahat şəkildə bundan istifadə edə bilər, güvənə bilər. Bir sözlə touch.az Azərbaycan üçün tam yeni bir platforma gətirib və inanıram ki, bizim xalqımız da buna adekvat olaraq, yəni xarici platformalardan hərraclarda iştirak etmək biraz risklidir. Biz bunun risklərini nəzərə alsaq, yəni dərindən artıq insana qorxu düşür ki, mən buradan sifariş verim yoxsa yox. Çünki çox uzun bir proses çəkir, amma touch.az qiymət performansını da təklif edərək, yəni bazar qiymətindən çox-çox aşağı strategiya üzrə istifadəçilərə təklif edərək istifadəçiləri məhz avtomobil sahibi edir. Efirdə transmissiyadır və işlənmiş avtomobilləri hardan alırsınız, hansı yolla və ya satırsınız, o da ola bilər. Öz sevdiyiniz və nə vaxtsa təcrübədən keçirdiyiniz üsulu bizə yazın. Bizə deyin və biz də bilək, bəlkə də doğrudan da dəyər. Biz də danışırıq qonağımızla bu haqda və eyni zamanda avtomobil dünyasında izləyirik. Və dostlar, söhbətə qayıdacaq sadəcə bir neçə avtomobil xəbəri, belə ki, çox maraqlı və mənim üçün hətta bir qədər absurddur. Ola bilər ki, avtomobil zövqləri müxtəlif ölkələrdə müxtəlif tələblər var. Buna görə də bəzi reytinqlər bizə biraz təəccüblü gəlir. Belə ki, bu dəfə Britaniyanın Auto Expert belə bir məcmuası var. Çox Auto Express çox nüfuzludur və növbəti sorğu keçirərək, jurnalistlərdən soruşaraq, blogerlərdən test edəndən sonra ilin, yəni 2026 model ilinin ən yaxşı elektromobillərinin 5-liyini, reytingini verib. Mən sadəcə istəyirəm bu 5-liyi səsləndirim və ən azından qonağın və validin reaksiyasına baxın. Beləliklə, 5-ci yerdə Renault 4. Susuruq. Susuruq çünki mən şəxsən görməmişəm bu avtomobili. Yəni ancaq internetdə görmüşəm yəni. Buralara gəlib çıxmayıb. Avropa istehsalçılarından əslində Renault elektromobil söhbətinə birinci başlamışdı. Zoe adlı elektromobili vardı. Mən onu test etmişdim vaxtilə. Zoe. Elektromobil Zoe. Bəli, amma sonra başqa Sovet komsomolçunun adına oxşayır. Dördüncü yerdə Fiat Grande Panda. İtaliya, Avropa. Yəni Avropada bilirik də kiçik, kompakt, ucuz və hər yerdə atıb gedə biləcəyim maşındır. Üçüncü yerdə yenə Renault 5. Renault 4 getmişdi, Renault 5 gəldi. Bəli, ikinci yerdə BMW iX3. Burada biz deyirik ki, bəli, bu premial bir elektromobildir. Ən az tanıyırıq. Tanıyırıq və yeri gəlmişkən bizdə sevənlər var və birinci yerdə Skoda Enyaq. O da demək olar ki, Skoda Enyaq. Enyaq, bəli. Kodiaq eşitmişik. Yox, bu elektromobildir. Yəni ki, bəli. Əsasən əlbəttə elektromobilləri test edərkən, reyting çıxararkən ən əsas meyarlar hansıdır? Tez olmağı və yürüyüşü. Qənaətli olsun. Hansı tez də olursa və hansı daha çox yürüyüş edirsə, o demək yaxşı elektromobildir. Əlbəttə, digər elektromobillər, dizayn, təchizat, nə bilim, içəridə kinoteatr, hamısı elə elektromobil var ki, film də göstərir divarda. Amma gördüyünüz kimi Britaniyada, Avropada tamamilə başqa demək, tələblər var elektromobillərə. Ən azından bizdə bu çoxsu qiymət məncə baxımından necə deyirlər, büdcəli avtomobillər nisbətən. Amma bir dənə o BMW necə düşüb ora bilmirəm mən. Çünki mən inanmıram ki, BMW olan kəs, yəni büdcəli olsun. O da o ekspertlərdən biri Bakılı olub. Necə düşüb ora?
transmissiya proqramının sponsoru Baku Avtomoldur və yeri gəlmişkən Baku Avtomol avtomobilini satmaq istəyənlərə də müraciət edir. Yəni ki, başınızı ağrıtmayın, elan verirsiniz, gecə-gündüz zənglərə cavab verirsiniz. Bu məsələni gülərüz satıcılara həvalə edin və tez bir zamanda alıcısı tapılacaq. Eləcəkdir, özünüz avtomobil axtarırsa, yenisini və işlənmişini istənilən markadan, modeldən avtomobil tapa bilərsiniz. Üstəgəl tuning edirlər burada. Avtomobilin qorunması, plonkalanması, proqramlanması və s. və s. Eyni zamanda bir sıra avtomobil əyləncələri sizi gözləyir. Ailəvi avtomobil seçirsiniz və bayram edirsiniz. Ünvan Babək prospekti 22-24, telefon ulduz 80-80, ulduz 80-80. Və mövzumuz da elə işlənmiş avtomobilin alışı satışı üçün ən yaxşı üsul hansıdır? Hara İndiki gedirik, zamanda hara müraciət edirik? və dinləyicimiz də yazır WhatsApp nömrəmizə. Yazıb ki, məncə tanışdan almaq variantı bayaq danışdığımızda, yəni keçmişdə qaldı. Yəni münasibətlər pozulur ya da tanış olduğu üçün nədəsə güzəştə gedirsən. Yəni o deyir, adamın üzü gəlmir nələrəsə deməkdə, alan üçün də, satan üçün də. Deyir, yaxşısı internet saytdır deyək dinləyicimiz qeyd edib. WhatsApp nömrəmiz 055 455 1077. Amma internet saytdan avtomobil almağın da bəzi ola bilər ki, avtomobil Sualtı daşları, hə? Bəli, sualtı daşları var. Biz bizim üçün belə deyək, alışmadığımız bir variantdan danışırıq. Yeni inkişaf edən bir istiqamətdir. Bu avtomobil hərracılarıdır. Biz öyrəşmişik ki, avtomobil hərracı canlı olur. Orada aparıcı olur və adamlar yığılır, avtomobil gəlir, xəttə keçir və aparıcı bülbül kimi oxuyur, təqdim edir. Yeri gəlmişkən olub hərracıları məhz ilklər belə keçib. Offline olub da belə. Offline, canlı olub, bəli. Və avtomobil də satılıb. 15.001, 15.002, 15.003. Çəkişlə, bəli. Ağ silindirdə kişi atın üstündə. Laf qədim zamanlardan danışıram. Ağ silindirdə. Laf qədimlərdən danışıram. Bəli, indi isə artıq müasir internet dünyasında, müasir informasiya texnologiyaları dünyasında elektron hərrac var. Adı da touch.az və mən istəyirəm yenə də İndi necə keçir? Bəlkə ondan danışaq. İndi necə keçir? İndi birincini dediniz ki, offline olub. Bəli, indi necə keçir? Artıq dedik, qeydiyyatdan keçdik. İndi hərrac başlayır. Bax, bu yerdə qalmışdıq. Maraqlı məqamdır. Məsələn, mən bir orada maya maraqlı olan maşını görürəm. Bax, depozit yerləşdirdik. İndi hərrac da başlayıb. Start qiymət var, elədirmi? Mən neçə manat onun qiymətini artıra bilərəm? 100 manatdan başlayır ümumi qiymət. 100 artırırlar. İstədiyiniz qədər artıra bilərsiniz. Minimum 100-də, yəni aydın məsələn, minimum 100-dən. Minimum 100 manatdan. Bəs rezerv qiymət nə deməkdir? Rezerv qiymət ümumi satıcının təyin etdiyi qiymətdir. Nə deməkdir ki o? Yəni ondan ucuz satıla bilməz. Bəli. Ondan ucuz. Hə. Bu da müəyyən məsələlər, ümumiyyətlə hərrac prosesində təbii ki, müsbət tərəfləri olduğu kimi bunun mənfi tərəfləri də var. Mənfi tərəflərindən biri də insanlarımızda bəzən elə bir aura yaranır ki, ümumiyyətlə düşüncə yaranır ki, hərracda hər şeyin ən ucuzunu almaq olur. Yəni, bu elə deyil. Hərracda bazar özü qiyməti təyin edir. Yəni əlim yandı deyilən bir maşın deyil, yəni o. Yəni zaten əlim yandının bu gün insanlara verdiyi ziyanı görürük biz. Yəni o ərazidən belə deyim, o sektordan avtomobil alanlar nələr yaşayır, onu çox yaxşı bilirik. Biz touch.az olaraq bunların da qarşısını almaq üçün, çünki bizim orada touch əgər konkret olaraq qeydiyyatı varsa ki, biz bunu yoxlamışıq. O zaman artıq biz ona zəmanət veririk ki, bizim yoxladığımız sahələr, yəni nəyisə yoxlamışıqsa biz ona zəmanət veririk. Yəni avtomobildə sürpriz olmayacaq. Bəli. O səhər gördün ki, mühərrik stuk vurdu, rusun sözü də, yəni belə vurdu falan, elə şey olmayacaq. Bəli. Touch məhz istifadəçiləri bu sürprizlərdən qoruyur. Yəni necə? Ora verilən avtomobilin əvvəlcədən batığı, vuruğu varsa onu yazır, açıq aydın. Yazmaqla bərabər də biz özümüz də yoxluyuruq. Yəni touch.az olaraq o həmən komanda yoxluyur və bizim qaranti verdiyimiz hissələrdə problem ola bilməz. Və əsas məsələ də touch.azın əsas prinsip etibarı ilə qarşısına qoyduğu vəzifə məhz avtomobil bazarına ümumi şəffaflığı gətirməkdir. Çünki avtomobil bazarında bizim ən çox yaşadığımız problem məhz qeyri-şəffaflıqdır. Bəli.
Bu baxımdan bütün Tərifin biri 1 qəpikdə. Bəli, bəli. Aha. Natiq demir kimi, bülbül kimi görsən deyir, amma səhər o maşını gedəsən yoxlamağa, məlum olub ki, maşın elə belə gecə satılmamışdı. Yəni elə belə daha Bəli. gecə satılmırdı. Çünki gecə qara, cücə qara. Gecə Ona görə- qara, Amma cücə burada qara. elə sürprizlər olmayacaq. Yəni maşında nə varsa o mütləq qeyd olunur. Mütləq Buna şəkildə. siz zəmanət verirsiniz. Üstəgəl Əsas onun mı? fotoları, videolarını. foto, video şəkillər hamısı yerləşdirilir. Aha. Bununla bərabər bir daha deyirəm, bizim yoxladığımız tat.az olaraq yoxlanılan bütün hissələrə garanti verilir. Yəni Baxın, bu mən daxil istifadəçinin olmuşam. Elmi sürprizdən bəy, özür qoruyur. istəyirəm. Bu tats.az saytıdır və artıq avtomobillərin şəkilləri neçə günlük deməli var onun hərracı, start qiyməti avtomobilin deməli şəkilləri və texniki xarakteristikaları və avtomobil haqqında Məndə məlumat. bir sual yarandı ki, o bayaq dediniz ki, o rezerv qiymətlə start qiymət eyni olmaya bilər. Əlbəttə. Yəni eyni qiymət deyil. Start qiymət rezerv qiymətdən aşağı olur məncə, belədir. Start qiymət əlbəttə Sonra aşağı. artır. Yəni istənilən hərrac bu bir həm də oyundur. Burada bir oyun aurası var, azart deyirlər də. Artıra, kimin bu gözünü tutubsa bu avtomobil təklifini verir, yüksəldir. Artıq rezerv qiymətin keçəndən sonra istənilən sonuncu təklif avtomobili aparır. Rezerv Yəni satıcı üçün çox yaxşıdır bu, amma Bəli, alıcı mən üçün də verdiyim maşını mən mən dediyim qiymətdən ucuz satma. Biz burada bəli, hər iki tərəfin hüquqlarını qorumaq məcburiyyətində qalmışıq. bəli. Və bunun ən böyük şəffaflıq məhz burada. Yəni həm alıcının, həm də Bəli, satıcının. hüquq qorumaqdır. Çünki biz belə deyim, birinin çətin vəziyyətindən istifadə etmə niyyətində deyilik ki, Bəli. avtomobili gətir sat dəyər dəyməzə. Biz bunu istəmirik. Eyni zamanda biz alıcının da baha qiymət almağını istəmirik. Real bazar qiymətinə. Bu gün tats.az saytında dünən də məsələn avtomobil uduldu və bundan qabaqki hərraclar arasında bir neçə avtomobillər udulub istənilən halda bazar qiymətindən aşağı udulub. Yəni bütün formalarda biz bazar qiymətini tənzimləməyə çalışırıq və istəyirik ki, avtomobil bazarına bir reallıq gəlsin, şişirilmiş qiymətlərə son deyək və dürüstlük, şəffaflığı gətirir. Çünki bunun həm biznes tərəfdən əlavə bir xalqımızın buna ehtiyacı var. Yəni Natiq bəy açıq danışaq. Bəli, cəmiyyətdə Mən ehtiyacı istərdim var. ki, Cəmiyyətin şəffaflığa, düzgünlüyə ehtiyacı var. Tats.az olaraq biz bunu təqdim edirik. Sözsüz çox vaxtı insanlar ona görə də etibar eləmirlər alış-verişlə məşğul olan digər insanlara ki, yəni çünki mənfi hallar çox olub, kiməsə nəsə sırayıblar, açıq deyək də maşını, kimisə istifadə ediblər bilməməyindən. Axı hər ikinci əl maşın alan başı çıxmır axı maşından. Bax bu problem böyükdür, həmişə olub. Ona görə də bəziləri məcbur gedib atasını aparır özündən, qardaşını aparıb. Usta aparır, Hə də maqnit məcburdur, aparır. nə bilim nə aparır. Bu arada satanlar da necə qoşula bilər? Bu da bəlkə dinləyənlər arasında maşını satmaq istəyən də var. Bu haqqda danışarıq qısa fasilədən sonra. Qısa fasilədən sonra. Bəli, efirdə də transmissiyada biz nədən danışırıq bu gün? Biz danışırıq ki, işləmiş avtomobili hardan alaq ki, peşman olmayaq. Çox maraqlı və innovasyon Azərbaycanda yeni belə deyək də artıq tanınan hərracdan, avtomobil hərracından danışırıq. Studiyada qonağımızla söhbətdən artıq son hissəsindən öncə bir xəbər oxumaq istəyirəm. Avtomobil xəbəri belə ki, Hondanı məhkəməyə verirlər. Honda niyə məhkəməyə verirlər? 14 ildir ki, sən deməm, bu avtomobil istehsal edən istehsalçı avtomobillərdə aşağı keyfiyyətli boya örtüyü verir. Ağ rəngdən söhbət gedir. 2013-cü 14-cü illərdə bu məsələ qalxmışdı. Modellərdə ağ rəngin boyanmasının qabarması, tökülməsi və hətta pasta korroziyada başlayıb. O vaxtı məhkəmə müraciət eləmişdilər. O vaxtı deməli məhkəmə demişdi ki, vizual qüsur kimi bunu qiymətləndirək, amma avtomobil sahibləri yox. Tam bir klubların deməli rəhbərliyi, cəmiyyətlər bir də müraciət ediblər məhkəməyə ki, bu nə məsələdir? Avtomobildə ağ boya çox keyfiyyətsizdir və bu dəfə deyəsən məhkəmə fərqli qərar qəbul edib, ən azından birazdan bir daha bu işə qayıdacaq. Hansı modellərdən söhbət gedir? Bizim populyar bizim modellər olanlar. Insight? Yox, bizdə Honda Pilot bu böyük bir SUV-dir və Böyük Honda HR-V. Qalanları bizdə satılmır. Arasında pilot da bilən. Bəli, pilot da deyirlər. Bax belə, mötəbər bir avtomobil istehsalçısının ağ boyası qüsurludur. Ağlı da görsənmir. Olur elə. Yox, Ağıl üstündə görsənmir. Bəli, mən ümid edirəm ki, TAS hərracında belə avtomobillər satılmır. Gəlin mövzumuza qayıdaq. Xatırladım ki, Amma yəni mən məsəl üçün belə bir bu satıla avtomobil bilir, amma istifadəçi mütləq şəkildə görür ki, bu
Ona Var, hətta elə bir problemi var. Xəbər də verdi. Bəli, bəli. Hayır, onu deyirdi ki, məsələn, kimsə gəlir, mən də gətirmişəm, mən pilotumu, yəni hansı başqa bir maşını satmaq istəyirəm. İşlənmiş maşında hər bir qüsurda mən bir burada cızığı var, burada batıq olub, nə bilim nədir, bir işığı, nə bilim pis yanır. Yəni mən proses necə olur? Biz indi satan alanlar üçün biz dedik, indi satanlar üçün necə? Eyni Avtomobil dərəcədə. satmağın yolları touch.azda. azda. Bizdə iki qaydada bu proses baş verir. Onlayn və offlayn. Yəni necə? İlk olaraq istifadəçi özü avtomobilin şəklini çəkə bilir, videolarını çəkə bilir. Yəni mühərrikin səsi mütləq şəkildə vacibdir. Yəni tələblərdən biridir. Ha, mühərrikin səsi də lazımdır. Sənəd məsələləri var orada. Necə? Yəni maşını bir dənə xodlamalısan, hə? Bəli, Biraz mütləq qaz şəkildə. ver, hə, o deyir. Mühərrikin səsini dinləmək. Aha. Elektrik maşında ehtiyac yoxdur buna demək, yəni çünki. Yəni piriboy var, yoxdur. Video olmalıdır. Aha. Bu həm dürüstlük təqdim etmək üçün. Normaldır bu, ya. Həm Yəni də ki, mən bunu alıcının hüquqlarını qorumaq məsələsi Əlbəttə. var burada. Yəni bizim məqsədimiz o demək deyil ki, bir nəfər maşın gətirdi, satsın. Yəni bu məsələ deyil. Bəli. Bizdə tam bir Qaydası avtomobil ilə. satış mədəniyyətini eyni zamanda Nə formalaşdırmalıdır. gözəl. Şəkil və videolarını çəkdim. Qeydiyyatdan keçmişəm saytdan, yükləyirəm sayta. Düzdür? Yerləşdirirsiniz, bəli. Bu qaydada olur. Yəni onlayn qayda. Və məndə bəs necə bilinir ki, bu satan orada bütün qüsurları yazdı yoxsa yox? Bütün proseslər burada belə gedir ki, satış insanı biz ona zəmanət vermirik. Aha. Onlayn qeydiyyatdan. Özü Onlayn yer- qeydiyyata biz zəmanət Özü vermirik. yerləş- Zaten bunlar vurğulanır orada. Hə, almaq istəyən görür ki, bu satıcı özü yerləşdirib. yerləşdirib. Bəli. Aha. Amma əgər sizə gətiribsə maşını, Offlayn qaydada. Bakı avtomobilə yaxınlaşır. Avtomobili müəyyən formalarda yoxlanılır və TAT zəmanəti verilir. elə avtomobilin özündə yoxlamaq imkanı var. Bəli, bəli. Servis var, bəli. Əla. TAT zəmanəti verilir və orada da, yəni saytda mütləq şəkildə bunun qeydi var. Yəni yaşıl bir işarə var orada ki, TAT Bu işarəsidir. maşın okeydir. Bəli, interfeysdə rahat yoxlama olar və bu qaydada artıq biz hərraca təqdim edirik avtomobili və həm offlayn, həm onlayn qaydada təqdim olunan hərrac mütləq şəkildə göstərilir ki, bu istifadəçi tərəfindən olunub yoxsa Ya TAT da TAT zəmanəti tərəfindən. var. Aydındır, vaxtımız getdikcə sona yaxınlaşır. Mən bilirəm ki, Baku Avtomolda təkcə avtomobil alış-verişi yox, müxtəlif sosial layihələrdə. Orada test drayvlar təşkil olunur, yeni modellərin test drayvları, jurnalistlər dəvət olunur, konfranslar keçirilir və daha hansı tədbirlər keçirilir? Natiq bəy, bildiyimiz kimi Bakı Avtomol Qafqazın ən böyük avtomobil mərkəzidir və böyük bir konseptdir. Burada bayaq siz qeyd etdiyiniz kimi 6 mərtəbəli konseptdə hər bir şey var. Avtomobilə Bir aid. ailənin avtomobil seçməsi üçün, seçimə gəlməsi üçün uşaq oyun məkanları, oyun simulyasiya yerləri, kafelər, yəni bütün sahələr maksimum dərəcədə əhatələnib ki, bizdən avtomobil alanlar rahat bir şəkilde bundan istifadə edə bilsin. Və eyni zamanda avtomobillərin PPF-lənməsi və digər məsələlərdə proqramların yazılması avtomol olaraq bir avtomobil sektorunda yenilik gətirmişik. Və inanırıq ki, bizim xalqımız da bu yenilikdən istifadə edəcək və bizdə tək avtomobil satma məsələsi deyil, bizdə mall konseptidir. Biz burada eyni zamanda ictimai tədbirlər keçirdirik və çox qısa bir müddət bundan əvvəl, hardasa 2-3 gün bundan əvvəl biz məktəblər üçün elektrik avtomobillərinin təqdimatını keçirdik. Ekoloji avtomobillər. Ekoloji avtomobillərin, bəli. Bu biz üçün çox önəmlidir. Çünki bizim cəmiyyətin başlanğıcı məhz məktəbdən başlayır. Yəni bizim gənclik. Yəni məktəblər gəlmişdilər mola. Bəli. Mən Amerikada belə şey görmüşəm. Bizdə də görürsüz. Biz də artıq çalışırıq ki, avtomobil mədəniyyətini uşaqlıqdan formalaşdıraq ki, böyüyəndə yollarda məhz bizim qarşılaşdığımız bəzi problemlər var. Məsələn, bizi ən çox narahat edən məsələlərdən biri yersiz siqnalların verilməsi. Bu artıq Gözəl. bunların gələcəkdə olmaması üçün biz çalışırıq ki, Bakı Avtomol olaraq uşaqlıqdan avtomobil mədəniyyəti formalaşdıraq. Digər tədbirlərimizdə bizim yaxın bir neçə gün ərzində böyük bir fashion show olacaq. Bir sözlə, istirahət etmək istəyən, həqiqi seçim etmək istəyən avtomobil üzrə bizim peşəkar mütəxəssislərimiz var və o baxımdan hər birinizi biz avtomolda gözləyirik. Yüksək xidmət,
hər zaman qulluğunuzdayıq. Təşəkkür edirik. Əsas odur ki, kafe də var da orada sonra. Bəli, bəli. Axırda da gəlib o Gedək. Hə. Xatırladım ki, Mən studiyamızda mütləq belə yerlərə gedirəm ki, orada yemək də olsun həm də. Bakı Avtomolun marketinq departamentinin rəhbəri Elvin Şahbazovdur. Təşəkkür edirik Mən gəldiyinizə təşəkkür görə. Çox edirəm. maraqlı söhbət oldu. 1 saat uçdu getdi. Dəvətinizə görə çox sağ olun. Minnətdarıq. Maraqlıdır. Bu platformada nə hansı bir yenilik olacaqsa gələcəkdə mən əminəm ki, olacaq. Yenə də sizi gözləyəcəyik studiyamızda qonaq olaraq. Natiq, təşəkkürlər dinləyicilərimizə. Bəli dostlar, həftənin biri bu ilk həftəsi idi transmissiya proqramının. Ümid edirik sizi darıxdırmadıq. Gələn həftənin birinci günü eşidiləcəyik. Transmissiyada qalın və Avto FM-i dinləməyə davam edin dostlar.